ağır gündür. Bugün bizim için ağırdır, hamımız için ağır gündür. Bizim vətənimiz uğrunda bir şey can qoyur. Biz ona fəxr edirik bir övlad kimi. Və onun da belə gözəl atası var. Oyla da fəxr etməyə dəyər. Bu kənddə belə insanlar çoxdur. Ona görə də biz hamımız bu kəndlə fəxr edirik. Bu kənd gözəl kənddir. Bu kənd, mən bura gəlmişəm bir bələdiyyə kimi işləməyə. Mən də hiss edirəm, baxıb görürəm ki, bu kənddə işləmək olan insanlar çox mehribandır. Bu qardaş da, bu bala da bizim balamızdır, övladımızdır. Gedib bu günlərin canını qoyub orada. Biz də deyə oturub, hara gedirik, ağ gündük də, dərdimiz yox, sərimiz yox. Torpaqlarımız özümüzdə, hər şeyimiz özümüzdə. İnsana nə lazımdır? Azadlıq lazımdır. Prezidentə görə də bu azadlığı biz qəbul eləmişik. Sağ olsun bizim prezidentimiz ki, bugünkü gün belə bizə gözəl şərait yaradıb. Hər insan, işləyən insanın evində çörəyi var. Minnətdaram bizim prezidentə. Allah onu min yaşatsın. Min yaşatsın. Başqa nə deyim o? Belə atanı gözü yaşlı, bax o ermənilər qoyub gedib də bugünkü gün. Ananı qoyub gedib. Neyniyək? Dərdimiz axırı ki qutardı, bir dərddən qutardıq. Bu özü bizə böyük bir təsəllidir. Allah o uşağın qəlbini nurla doldursun, qəlbini nurla doldursun. Allah rəhmət eləsin ona. Allah onun balalarını min yaşatsın, övladların. Gün o gün olsun ki, bizim də qeyrətimiz olsun, o övladları göndərək, getsinlər o xarici institutlarda, universitetdə, Türkiyədə. Getsinlər, oxusunlar, gəlsinlər, bizim vətənin dursunlar arxasında. Çox sağ olun, minnətdar. Burada çıxış elədi. Bələdiyyənin sədri, lazım olan sözlərin hamısını dedi. Amma bütün el, oba, kəndimiz, bizim kəndimiz böyük kənddir. Bizim kəndimizdə 8 dənə şəhid var. Bu redki kəndlərdədir. Bütün bu şəhidlər də bizim yolumuzda, bu cavanların yolunda hamısı rəhmətə getdilər. Allah Teala onlara rəhmət eləsin, onların qəbrini nurla doldursun. Onların sayəsində bax biz azad nəfəs alırıq, yeyirik, içirik, arxayın yaşayırıq. Allah o kişilərin qəbrini nurla doldursun, Allah rəhmət eləsin. Onun valideynlərinə də səbir versin. Siz də çox sağ olun ki, gəlmişsiniz. Sağ olun. Mən də minnətdarlığımı bildirirəm. Tərlan müəllim, sən də yeni seçilmiş bələdiyyə sədri kimi təbrik edirəm. Allah sənin canını sağ eləsin. Sən bu kənddə hər şey qayda qanun yaradacaqsan. Mən görürəm bu işi. Və sənə böyük, mənim qohumumdur Tərlan müəllim. Böyük hörmətimiz var. Sənə bu işdə uğurlar. Allah sənin canını sağ eləsin, ömrün uzun olsun. Yəni bu kəndi bir bağlaca dirçəldəsən sən. Çünki bu kənd böyük kənddir. Elə o günlər olsun ki, o vaxtı mən eşitmişdim Səmid Osmanov. Deyirdim Allah, bunu kişini mən görüm bir dəfə. İndi Tərlan müəllim, bir 20-30 ildən sonra yenilənirdi həyat. İndi səni də biz görək ki, yəni bu kənddə işləri hamısını bəyənək. Sənə Allah kömək olsun, uğurlar və minnətdarım. Çox sağ ol gəldiyinizə görə. Gəl mən çıxış eləsin. Qardaş, bu günlərim Azadə Eminin doğum günüdür. Biz onu qeyd eləmək üçün gəlmişik valideynlərimizlə. O bizim torpaqların bütövlüyü uğrunda şəhid olub. Bir ömür yarımçıq qalıb, bir arzu yarımçıq qalıb. Deməli, Allah onun ruhunu şad eləsin. Allah onun yerini cənnət eləsin. Onların sayəsində Tərlan müəllim də dedi, biz bugün alnaçıq başı yuxarı gəzirik, dik gəzirik ki, vətənimiz bütövdür, tamdır, heç kimdən qorxmuruq. Allah prezidentimizin də canını sağ eləsin. Bu günləri o şəhidlərə qoyduğu hörmətə görə əsasən mən deyirəm ki, bu gün şəhidlərə, şəhid ailələrinə köməkliklər, hər cür köməkliklər göstərir. Allah rəhmət eləsin, valideynlər. Allah köməkli olsun. Allah sizə səbir və qəzə versin. Tərlan müəllim, bu ən güzeldir, bu külmərəmlərdə olur, bu qulluq eləyib. Yəni oradan bunu onlar çıxardıb. Hərbiçi olan dövründə, hə? Yox, bu müharibədə. Bunlar çıxardıblar da, yəni bunlar demək şəhid olub 20 nəfər.
Bir rota, bir şeyde, bölüşte. 20 nefer bir bölüşte oldular. Allah rahmet eylesin. Ordeni de var, ordeni de verirler. Yani orden olanda ev şey ad verirler de. Mektep, Ad verirler, ha, Mektep ordeni. zaten var. Ha. Ben ordeni almışam ordeni de, o vardı ordeni. Bu da onun adına kitap Terlanbeli. Bu kitabı da sana pədarka verirəm mən. Yəni ona qoyasın otağı, ona da. Emin Ağazadənin kitabıdır. Maşallah, maşallah. Yəni çıxar. O yəni Çok başında solda var, rəisində. Kim var. yazdı bunu? Bunu deyib bu kişi. Çox gözəl. Kişi yazıb. Çok güzel. Allah kömək olsun. Allah sənə. Allah rahmet eylesin. Sağ ol. Sağ ol. Allah rahmet eylesin.